Mütəxəssislər deyir ki, maqnit qasırğası, meteohəssaslığı, xroniki xəstəliyi olanlar, yaşlılar və hamilə qadınların orqanizminə daha çox mənfi təsir göstərir. Bu təsirlərə baş ağrıları, baş gicəllənmə, ürək bulanma, əzələ və oynaqlarda ağrı, yuxusuzluq kimi hallar daxildir. Xəstələrin baş ağrıları, ürək bulanmaları, təzyiqin yüksəlməsi, şəkərin yüksəlməsi halları müşahidə olunur ki, bu da meteohəssas insanlarda daha çox özünü büruzə verir. Bir də bəzi xəstəlik qrupları var ki, şəkərli diabet, arterial hipertenziya, yəni yüksək təzyiq, ürək qan damar sistemi xəstəlikləri, qalxana bənzər vəzindən əziyyət çəkən insanlarda bu həssaslıq daha çox müşahidə olunur ki, təbiətdə baş vermiş dəyişkənliklər bu insanların özünü daha bariz şəkildə özünü göstərmiş olur ki. Müsahibim sağlamlıqla bağlı problemlərin 65 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunduğu fikrindədir. Belə olan halda bəs çıxış yolu nədir? Maqnit qasırğaları olduğu dönəmlərdə yuxu rejiminə mütləq əməl olunmalıdır. Maksimum dərəcədə açıq havada gəzməkdən uzaq durmalıdır var. Hər hansı əks göstəriş yoxdursa, bol miqdarda su, maye qəbul edilməlidir.